Zikr dedik ki, xatırlamaqdır. Bəli. Amma vird isə həmən o xatırladığını təkrarlamaqdır. Misal üçün, Cövşənül Kəbir duasını oxuyuruq. Bəli. Bu dua elə-belə gəlmədi ki, müsəlmanların arasına. Müsəlmanlar Rumlularla müharibə aparırdılar. Rumlular nə qədər güclü orduya, güclü əsləhəyə malik olsalar da, zəif silahlanmış və az sayda olan müsəlmanlara bir neçə dəfə məğlub oldular. Rum imperatoru bunun üçün casuslar, bunun üçün xüsusi kəşfiyyatçılar ayırdılar ki, axı bu müsəlmanlar hansı gücə, qüvvəyə malikdirlər ki, bu böyüklüyündə, bu qüdrətli orduya qalib gəlirlər. Bəli. Və nəhayətdə bu qənaətə gəldilər ki, müsəlmanlar bir araya toplanırlar. Öz Allahlarını 100 dəfə, 10 dana sıfatı ilə çağırırlar və bunu xor şəklində eləyirlər. Orada biz vird eləyirik Allahın adlarını. Allahın adlarını 1001 dəfə, Allahın sifətlərini vird eləyirik. Yəni təkrar. Subhanəkə ya la ilahə illa entəl gavsəl gavs, xəllisna minən nar ya Rəb. Hər 10 addan bir biz bunu vird eləyirik. Yəni təkrar eləyirik. Və bu təkrarın, bu virdin zikirdən fərqi və zikrə aparıb söykənən nöqtəsi o nöqtədir ki, Allah subhanahu və taala dilimizdə öz adını vird etdirməklə zehnimizdən qəlbimizə siqnal ötürür ki, Pərverdigar-ı aləm sənin dilindən belə düşməsə, kifayət eləyər ki, Allah öz nurunu sənin qəlbində təcəllə elətdirsin.